Tələbənin problemi riyaziyyat və fizika deyil. Tələbənin problemi müəllimin tətbiq etdiyi metoddur və sistemsizlikdir. Əgər metod düzgün olmadıqda və metod öyrənməyə xidmət etmədikdə, nəticəyə xidmət etmədikdə, axırda imtahanda təəssüf hissi yaşayırsınız. Yəni, illərlə repetitorluq edirəm, fizika və riyaziyyatı tədris edirəm və minlərlə tələbəyə dərs keçmişəm və görürəm ki, hər bir tələbə düzgün çalışdıqda nəticə də ürəyimiz istədiyimiz kimi olur. Yəni 600 plus yığmaq xəyal deyil, möcüzə də deyil, sadəcə sistem və metod məsələsidir. Və mən də necə edirəm? Birinci, öyrənməyi öyrədirəm. İkinci, tələbəyə sistemi öyrədirəm. Sistemi necə qururuq, disiplini necə qururuq, səhvlərimizin üzərində necə işləyirik və səhvlərimizə necə yanaşırıq. Və bunların hamısını bir yerdə tələbə riayət etdikdə nəticə isə özlüyündə gəlir.